Sağ olsun dostum, mahnının en güzel yerinde çekmeyib. Neyse, nəhayət ki Şahdağa gəldik. Bura çox qəşəngdir, çox sakitdir və aşırı qar var. Bu ilin ilk qarını da axır ki gördüm. Kanatları görürük burada. Qarın sevinci üzümə yansıyır. Tripodum ola hələ də əlimlə çəkirəm. Mindik kanata və düşürük. Şahdağa vopşun fırlanırıq da kanatla. Oralara gedənlər bilir. Burada xizə sürənlər var. Onlara çox qısqandım. Mən də istəyərdim bunu bacarmaq. Bir gün söz, bunu da öyrənəcəm. Tutduğum bütün sözlər kimi bu sözü də burada verib əməl etməyə çalışacağım. Çünki əyləncəli görünür. Sonra kafeye gəldik isinmək üçün. Burada bir dənə uşaq çox gözəl bir yer tapmışdı özünə. Sonra təkrar kanata mindi. Yəni burada olay budur da, kanatla minirsən yuxarı qalsan, kanatla minirsən aşağı düşürsən. Şəkillər çəkdiririk. Yəni yenə də Instagram səhifəmdə var. Məni mütləq izləyin. Sakit kanatımızda gedirik, şəkillər, videolar çəkirik. Amma ki Hadi buradan uşaqlar bizi qoyub avtobus necə getdi? Mən paylaşacağım. Yəni belə tur bələdçisi olmaz və desəm ki ucuz bir şeydi, ucuz da değildi. Pulda yaxşı götürüblər. Nə yemək değildi. Ya tamam ya. Hər şey çox gözəldir. İstəmirəm sındırmaq amma. Saat 2-dir, belə 2-yə qalıb. Adam ortalıqda yoxdur. Çıxıb gedib deyir ki saymışıq, hər kəs yerindədir. Bu biraz konuşsan da deliriyorum. gəldi bura. Nasıl yığıram. Deyir ki siz nə düz deyir. Nədir sanlı? Deyir siz hansıydınız? Deyirəm necə yəni? Deyirəm, sonra deyir ki harda istəyirəm sizin bizi saxladığınız yerdə. Saat hələ 2 olmamış. 2-3 dəqiqə falan qalmışdı. Saçmalıqlar. Qalib deyir biz deyir mən deyir hamının saydım buradaydı. Deyirəm o nə deməkdir buradaydı? Və biz xəstədir elə. 55 manat pul vermişik. Deyir saymışıq buradayıq. Ortalıqda nə avtobus, nə bir şey, heç nə görsənmir də. Yəni burada nəsə ayaqlarımın vəziyyətinə baxın. Ayaqlarım, əllərə bax. Burnumuza baxın elə. Baxın. Qıpqırmızı. Rayon avtobusda getdiyimiz. Konuşsana. Ayaqlarımı çək. Konuşsana, rezilliyini anlatsana. İstədirəm bu motordan ayaqlarımı çək. neysə, sonunda gəldilər, bizi götürdülər və gəldik roller coaster deyə bir şeyə. Mən buna daha əvvəldə minmişdim, amma bu səfər daha çox əyləndim çünki soyuq idi və əllərimiz üşüyürdü. Allah belanı vermesin İbo. İndi yavaş-yavaş gedirik də. Birazdan hapı yutacağız.